Qoç. Marsın təsiri altında olan enerjiniz ətrafınızdakı insanları hərəkətə gətirmək üçün kifayət edəcək. Karyera pillələrində irəliləmək istəyirsinizsə, rəhbərliyin diqqətini çəkəcək cəsarətli təkliflər irəli sürməyin tam zamanıdır. Ofis daxilində yaranan kiçik gərginlikləri diplomatik yolla həll etmək gələcək nüfuzunuz üçün böyük əhəmiyyət kəsb edir. Maddi vəziyyətinizi yaxşılaşdırmaq adına planlaşdırdığınız investisiyalar uzun müddətli perspektivdə bəhrə verə bilər. Alış-veriş edərkən ehtiyac siyahısına sadiq qalmağınız büdcənizin sarsılmasının qarşısını alacaqdır. Borc vermək və ya almaq məsələlərində ehtiyatlı davranaraq maliyyə müstəqilliyinizi qorumalısınız. Sevgi həyatınızda tərəf müqabilinizlə olan anlaşılmazlıqları səmimi bir söhbətlə aradan qaldırmaq mümkündür. Subay qoçlar üçün yeni bir tanışlıq həyatın axarını tamamilə dəyişdirəcək gücdə ola bilər. Keçmişdən gələn bir xəbər daxili dünyanızda müəyyən suallar yaratsa da, gələcəyə fokuslanmaq ən doğru seçimdir. Psixoloji olaraq özünüzü gümrah hiss etmək üçün fiziki aktivliyə vaxt ayırmağınız tövsiyə olunur. Özünüzə olan inamınız qarşınıza çıxan maneələri fürsətə çevirməyə kömək edəcək. Sosial çevrənizdə sözü keçən birinə çevrilmək üçün başqalarının fikirlərinə hörmətlə yanaşmağınız vacibdir. Köhnə dostlarla görüşmək sizə unudulmuş xatirələri və itmiş motivasiyanı geri qaytara bilər. Yolda olarkən diqqətli olun, çünki kiçik diqqətsizliklər vaxt itkisinə səbəb ola bilər. Texnoloji avadanlıqlarla bağlı yaranacaq nasazlıqlar planlarınızı bir qədər ləngidə bilər, səbirli olun. Günün ikinci yarısında alacağınız bir təklif sizi ciddi seçim qarşısında qoyacaq. Hisslərinizə güvənin, çünki daxili səsiniz sizi ən doğru yola yönəldəcək. Sağlamlığınızda yaranan kiçik ağrıları göz ardı etmədən istirahətə üstünlük verin. Başqalarının problemlərini öz çiyinlərinizə yükləməkdən çəkinin, öz hədəflərinizə cəmləşin. Axşam saatlarında ailə daxilində müzakirə olunacaq mövzular gələcək planlarınızın təməlini qoya bilər. Yaradıcı ideyalarınızı kağıza köçürmək onları reallaşdırmaq üçün ilk addım olacaq. Hər şeyin sürətlə inkişaf etdiyi bu vaxtda özünüzü dinləməyi unutmayın. Buğa. Sabitlik və rahatlıq axtarışınız iş mühitində özünü daha qabarıq şəkildə büruzə verəcək. Peşəkar fəaliyyətinizdə təmkinli davranmaqla rəqiblərinizdən bir addım öndə ola bilərsiniz. Yarımçıq qalmış layihələri yekunlaşdırmaq üçün yaranan fürsətlər sizi böyük bir yükdən azad edəcək. Maliyyə sahəsində gözlənilməz bir gəlir əldə etmək ehtimalınız kifayət qədər yüksəkdir. Xərclərinizi idarə edərkən emosional qərarlardan qaçıb məntiqlə hərəkət etməniz xeyrinizədir. Daşınmaz əmlak və ya böyük həcmli alışlar barədə düşünmək üçün əlverişli şərait formalaşır. Münasibətlərinizdə qarşı tərəfin ehtiyaclarını anlamağa çalışmaq aranızdakı bağı daha da möhkəmləndirəcək. Tənha buğalar üçün romantik hisslərin oyandığı maraqlı bir görüş baş tuta bilər. Qısqanclıq və ya sahiblənmə hissini nəzarətdə saxlamaq xoşagəlməz mübahisələrin qarşısını alacaq. Mənəvi olaraq dinclik tapmaq üçün təbiətlə vaxt keçirmək və ya meditasiya ilə məşğul olmaq effektivdir. İnsanlarla ünsiyyətdə dürüstlük prinsiplərini qorumaq sizə olan inamı artıracaq. Yeni tanışlıqlar zamanı ilk təəssüratın aldadıcı ola biləcəyini unutmamağınız məsləhətdir. Gözlənilməz bir qonaq və ya telefon zəngi bütün planlarınızı dəyişməyə məcbur edə bilər. Ətrafdakıların məsləhətlərini dinləsəniz də son qərarı öz təcrübənizə əsasən verin. İmmunitetinizi gücləndirmək üçün qidalanma rasionunuza xüsusi diqqət yetirməyiniz lazımdır. Karyeranızda yeni bir mərhələyə keçmək üçün lazım olan sənədləşmə işlərini vaxtında bitirin. Sosial şəbəkələrdə paylaşdığınız məlumatların məxfiliyinə və şəxsi həyatınıza təsirinə diqqət yetirin. Psixoloji gərginliyi azaltmaq üçün hobbiyə vaxt ayırmaq zehninizi aydınladacaq. İş yerində kollektivlə qurulan sağlam münasibətlər ortaq uğurun açarı olacaqdır. Xarici görünüşünüzdə etmək istədiyiniz dəyişikliklər sizə əlavə özünə inam bəxş edəcək. Bir qohumunuzun dəstəyə ehtiyacı ola bilər, yardımı əsirgəməməyiniz ruhunuzu dincəldəcək. Həyatın ritminə uyğunlaşaraq tələsmədən irəliləmək sizə uğur gətirəcək. Əkizlər. Zehni çevikliyiniz və ünsiyyət bacarığınız sayəsində ən mürəkkəb məsələləri belə asanlıqla həll edəcəksiniz. İşgüzar görüşlərdə fikir mübadiləsi aparmaq və yeni tərəfdaşlar qazanmaq üçün ulduzlar sizin tərəfinizdədir. Karyerada fərqlənmək üçün yaradıcı düşüncənizi texniki biliklərinizlə birləşdirməyə çalışın. Maddi məsələlərdə riskli addımlardan qaçmaq və mövcud büdcəni qorumaq ön plana çıxmalıdır.
İnternet üzərindən aparılan əməliyyatlarda və ya müqavilə imzalayarkən detalları 2 qat yoxlamağınız tələb olunur. Qənaət etmək vərdişini inkişaf etdirmək gələcəkdəki böyük hədəfləriniz üçün zəmin yaradacaq. Sevgi münasibətlərində monotonluqdan qaçmaq üçün birlikdə maraqlı bir fəaliyyət planlaşdıra bilərsiniz. Hisslərinizi sözlərlə ifadə etməkdən çəkinməyin, çünki səmimiyyət buzları əridən ən güclü vasitədir. Sosial aktivliyiniz artdıqca fərqli mədəniyyətlərdən olan insanlarla tanışlıq ehtimalınız çoxalır. Dostlarınızla aranızda yaranacaq xırda anlaşılmazlıqları böyütmədən yumor hissinizlə vəziyyətdən çıxa bilərsiniz. Psixoloji olaraq eyni anda bir neçə işlə məşğul olmaq diqqətinizin dağılmasına və stresə yol aça bilər. Fokuslanmağı öyrənmək və prioritetləri müəyyən etmək məhsuldarlığınızı bir neçə dəfə artıracaq. Gözlənilməz səyahət təklifləri və ya qısa müddətli gəzintilər enerjinizi yeniləmək üçün əla fürsətdir. Şayələrə və doğruluğu sübut olunmamış xəbərlərə inanaraq qərar verməkdən qətiyyən çəkinin. Yuxu rejiminizi qaydaya salmaq zehni yorğunluğun qarşısını almaq üçün mütləqdir. Kömək istəməkdən qorxmayın, çünki ətrafınızda sizə dəstək olmağa hazır olan sadiq insanlar var. Motivasiyanızı yüksək saxlamaq üçün əldə etdiyiniz kiçik uğurları belə qeyd etməyi vərdiş halına gətirin. Yazışmalar və rəsmi məktublaşmalar zamanı istifadə etdiyiniz tona diqqət yetirmək peşəkarlığınızı göstərəcək. Ev daxilində köhnəlmiş əşyalardan qurtulmaq həm də enerjinizin yenilənməsinə xidmət edəcəkdir. Həyatın sizə təqdim etdiyi sürprizlərə qarşı açıq olun və dəyişikliklərdən qorxmayın. Özünüzü inkişaf etdirmək üçün yeni bir kursa başlamaq və ya xarici dil öyrənmək ideal vaxtdır. Daxili sarsıntıların qarşısını almaq üçün mənfi düşüncəli insanlardan bir qədər məsafə saxlayın. Xərçəng. Həssaslığınızın artdığı bu dövrdə iş mühitində intuisiyanıza güvənmək sizə gözlənilməz uğurlar qazandıra bilər. Rəhbərliklə münasibətlərdə emosional reaksiyalardan qaçıb peşəkar arqumentlərlə çıxış etmək mövqeyinizi möhkəmləndirəcək. Yaradıcı layihələrdə iştirak etmək potensialınızı tam üzə çıxarmaq üçün əla fürsətdir. Maddi məsələlərdə ailə üzvləri ilə ortaq büdcə planlaması aparmaq xərcləri nizama salmağa kömək edəcək. Keçmişdən qalan bir borcun ödənilməsi və ya gözlənilməz kiçik bir maddi dəstək sizi xeyli rahatladacaq. İnvestisiya qərarlarında riskə getmək əvəzinə mövcud vəsaiti qorumaq strategiyasını seçmək daha məqsədə uyğundur. Sevgi həyatınızda tərəf müqabilinizə qarşı daha qayğıkeş davranmaq aradakı bağları sarsılmaz edəcək. Uzun müddətdir ürəyinizdə saxladığınız hissləri bölüşmək üçün uyğun atmosfer yaranır. Ev daxilində rahatlıq və hüzur tapmaq üçün kiçik dekorasiya dəyişiklikləri etmək ruhunuza müsbət təsir göstərəcək. Psixoloji olaraq özünüzü qorumaq üçün toksik insanlarla aranızda şəffaf sərhədlər qoymağınız vacibdir. Özünüzə olan inamı bərpa etmək üçün keçmiş uğurlarınızı xatırlamaq sizə əlavə motivasiya verəcək. Sosial çevrənizdə səmimiyyətinizlə seçiləcək və insanların etibarını qazanacaqsınız. Köhnə bir dostun gözlənilməz ziyarəti gününüzə rəng qatacaq və yeni ideyalar doğuracaq. Səhhətinizdə yaranacaq halsızlığın qarşısını almaq üçün su balansını qorumaq və vitaminli qidalara üstünlük vermək mütləqdir. Yaxın gələcəkdə reallaşacaq bir səfər üçün sənədlərinizi indidən qaydaya salmağınız tövsiyə olunur. Texniki avadanlıqlarla rəftar edərkən diqqətli olun, kiçik qəzalar planlarınızı axşama doğru ləngidə bilər. Başqalarının problemlərinə can yandırmaq gözəl xüsusiyyət olsa da, öz ehtiyaclarınızı ikinci plana atmayın. Mənəvi dünyanızı zənginləşdirmək üçün mütaliəyə və ya maraqlı sənədli filmlərə vaxt ayırın. İş yerində yaranan rəqabət sizi ruhdan salmamalı, əksinə daha çox çalışmağa sövq etməlidir. Sir saxlamaq bacarığınız yaxın ətrafınızda hörmətinizi artıracaq. Axşam saatlarında tək qalmaq və düşüncələrinizi saf çürük etmək zehninizi duruldacaq. Şiir. Liderlik xüsusiyyətlərinizin ön plana çıxdığı bir vaxtda iş kollektivində idarəçiliyi ələ almaqdan çəkinməyin. Yeni iş təklifləri və ya layihə rəhbərliyi ilə bağlı mühüm xəbərlər almaq ehtimalınız olduqca yüksəkdir. Öz bacarıqlarınızı nümayiş etdirərkən təvazökarlığı kənara qoyub real nəticələri göstərməyiniz karyeranızda sıçrayış yaradacaq. Maddi sahədə lüks xərclərə meyliniz artsa da, strateji hədəfləriniz üçün qənaət etməyi də unutmayın. Gözlənilməz bir alış-veriş imkanı qarşınıza çıxa bilər, lakin bunun həqiqətən ehtiyac olub-olmadığını dərindən analiz edin. Şəxsi biznesi olan şirlər üçün yeni tərəfdaşlıq müqavilələri imzalamaq üçün ideal dövrdür. Münasibətlərdə diqqət mərkəzində olmaq istəyiniz qarşı tərəfi bir qədər yora bilər, ona da özünü ifadə etmək üçün sahə yaradın.
Subaylar üçün parlaq və xarizmatik bir şəxslə tanışlıq böyük bir eşqin başlanğıcı ola bilər. Qürurunuzun münasibətlərdə səmimiyyətin qarşısını almasına icazə verməyin. Psixoloji olaraq özünüzü enerjili hiss etsəniz də əsəb sisteminizi qorumaq üçün rəqabət mühitindən hərdən uzaqlaşın. Yaradıcı hobbilər və ya idmanla məşğul olmaq yığılmış artıq enerjini müsbətə doğru yönəldəcək. Sosial mühitlərdə çıxış etmək və ya tədbir təşkil etmək üçün ulduzlar sizi dəstəkləyir. Gözlənilməz bir tərif və ya mükafat əhvalınızı gün boyu yüksək tutacaq. Səhhətinizdə onurğa və ya kürək nahiyəsində yaranan gərginlikləri masaj və ya yüngül idmanla aradan qaldırın. İddialı planlarınızı hələ ki hər kəsə danışmayın, bəzi şeylərin gizli qalması uğuru daha da yaxınlaşdırır. İş səfərləri və ya xarici tərəfdaşlarla yazışmalar zamanı diplomatik dil istifadə etmək xeyrinizədir. Həyatın hər anından zövq almaq bacarığınız ətrafınızdakı insanlar üçün də ilham mənbəyi olacaq. Özünüzə verdiyiniz sözləri tutmaq özünə inamınızı sarsılmaz edəcək. Kiçik detallara ilişib qalmamaq üçün böyük mənzərəyə baxmağa çalışın. Axşamı dostlarla əyləncəli bir mühitdə keçirmək günün yorğunluğunu tamamilə unutturacaq. İradənizin gücü ilə ən çətin tapşırıqların öhdəsindən gələcəksiniz. Qız. Analitik zəkanızın zirvədə olduğu bu vaxtda mürəkkəb hesablamalar və planlaşdırma işləri üçün ən yaxşı dövrü yaşayırsınız. İş yerində nizam-intizam yaratmaq və iş prosesini optimallaşdırmaq istəyiniz rəhbərlik tərəfindən yüksək qiymətləndiriləcək. Detallara olan həssaslığınız səhvlərin qarşısını alacaq, lakin mükəmməllik axtarışında özünüzü çox yormayın. Maliyyə vəziyyətinizi analiz edərək lazımsız abunəlikləri və ya xırda xərcləri ixtisar etmək büdcənizə nəfəs verəcək. Əlavə qazanc mənbəyi kimi baxdığınız hobbinizi peşəkar müstəviyə keçirmək barədə ciddi düşünməyə dəyər. Sənədləşmə və ya hüquqi məsələlərdə dəqiqlik nümayiş etdirməyiniz sizi gələcək fəsadlardan qoruyacaq. Sevgi münasibətlərində tənqidi tərəfinizi bir qədər cilovlayıb, qarşı tərəfin müsbət cəhətlərinə fokuslanmaq harmoniya gətirəcək. Kiçik sürprizlər və ya diqqət əlamətləri partnyorunuzla aranızdakı səmimiyyəti yenidən alovlandıra bilər. Məntiqiniz hisslərinizdən öndə olsa da, bəzən ürəyinizin səsinə qulaq asmaq sizi daha doğru qərarlara aparacaq. Psixoloji olaraq hər şeyi nəzarət altında saxlamaq istəyi stresə səbəb ola bilər, hadisələri axarına buraxmağı öyrənin. Özünüzə qarşı daha şəfqətli olun və səhvlərin inkişaf üçün bir dərs olduğunu qəbul edin. Sosial əlaqələrdə intellektual mövzularda söhbət edə biləcəyiniz insanlarla vaxt keçirmək sizə mənəvi qida verəcək. Gözlənilməz bir xəbərdarlıq və ya tənqid alsanız, bunu şəxsi qərəz kimi deyil, inkişaf fürsəti kimi dəyərləndirin. Sağlamlığınıza və qidalanmanıza göstərdiyiniz diqqət uzunmüddətli perspektivdə öz bəhrəsini verəcəkdir. Evdəki nizam-intizamı bərpa etmək üçün təmizlik və ya rəf düzümü ilə məşğul olmaq beyninizi dincəldəcək. Lazımsız informasiya yükündən qurtulmaq üçün bir müddət rəqəmsal detoks etmək sizə yaxşı təsir edər. Yeni öyrəndiyiniz məlumatları təcrübədə tətbiq etmək üçün cəsarətli olun. Paylaşmağın və yardım etməyin verdiyi hüzur ruhunuzu sakitləşdirəcək. Yarımçıq qalmış kitabları və ya dərsləri bitirmək üçün axşam saatları çox səmərəlidir. Ətrafınızdakı xaosdan uzaqlaşıb öz şəxsi məkanınızı qorumağa çalışın. Səbirli davranmaqla ən dolaşıq məsələlərin belə həllini tapacaqsınız. Tərəzi. Həyatınızda tarazlıq yaratmaq istəyiniz iş mühitindəki diplomatik bacarıqlarınızla birləşərək sizə yeni qapılar açacaq. İş yerində yaranan rəqabət dolu atmosferdə tərəfsizliyinizi qorumaq həm həmkarlarınızın, həm də rəhbərliyin hörmətini qazanmağınıza səbəb olacaqdır. Ortaqlı layihələrdə iştirak etmək və komanda ruhunu canlandırmaq üçün ideal bir dövrü yaşayırsınız. Maddi məsələlərdə estetik zövqlərinizə qalib gəlib, büdcənizdə yaranan boşluqları doldurmaq üçün qənaət rejiminə keçməyiniz məsləhətdir. Gözlənilməz bir qazanc ehtimalı olsa da, bu məbləği dərhal xərcləmək əvəzinə gələcək planlarınız üçün ehtiyatda saxlamaq daha ağıllı addımdır. Bank və vergi işləri ilə bağlı sənədlərinizi yenidən nəzərdən keçirmək sizi mümkün texniki xətalardan sığortalayacaq. Sevgi münasibətlərində qarşı tərəfin fikirlərinə daha çox önəm vermək aranızdakı emosional bağı xeyli gücləndirə bilər. Uzun müddətdir davam edən soyuqluqları səmimi bir etirafla aradan qaldırmaq və yenidən yaxınlıq qurmaq mümkündür. Subay tərəzilər üçün incəsənət və ya mədəniyyət tədbirlərində maraqlı bir tanışlıq baş tuta bilər. Psixoloji olaraq özünüzü daxili harmoniyada hiss etmək üçün meditasiya və ya yoga kimi sakitləşdirici məşğuliyyətlərə vaxt ayırın.
Qərar verməkdə çətinlik çəkdiyiniz anlarda məntiqinizlə hissləriniz arasında körpü qurmağa çalışın. Sosial çevrənizdə ədalətli mövqeyinizlə tanınacaqsınız və dostlarınız məsləhət üçün məhz sizə müraciət edəcəklər. Gözlənilməz bir dəvət bütün planlarınızı dəyişsə də, bu görüş sizə yeni perspektivlər qazandıracaqdır. Səhhətinizdə böyrək və ya bel nahiyəsinə diqqət yetirmək, soyuqdan qorunmaq vacibdir. Geyiminizdə və ətrafınızda edəcəyiniz kiçik vizual dəyişikliklər motivasiyanızı anında yüksəldəcək. Başqalarının problemlərini həll edərkən öz şəxsi ehtiyaclarınızı unutmamağınız daxili tükənmənin qarşısını alacaq. Axşam saatlarında musiqi dinləmək və ya yaradıcı bir hobbiyə zaman ayırmaq zehni yorğunluğunuzu aparacaq. Özünüzə olan inamınızı sarsıtmağa çalışan mənfi rəylərə qarşı qulaqlarınızı qapayın. Həyatın gözəlliklərini görmək və onlardan zövq almaq üçün xüsusi bir səbəb axtarmayın. Əqrəb. Daxili gücünüzün və iradənizin artdığı bu vaxtda qarşınıza qoyduğunuz ən çətin hədəflərə belə çatmaq üçün kifayət qədər enerjiniz olacaq. Karyeranızda strateji gedişlər etmək və gizli qalan məlumatları öz xeyrinizə istifadə etmək sizə böyük üstünlük qazandıracaqdır. İş mühitində hər kəsə etibar etmək əvəzinə müşahidəçi mövqedə qalmaq və addımlarınızı səssizcə atmaq daha effektiv nəticə verər. Maddi sahədə mürəkkəb maliyyə əməliyyatları və ya miras, sığorta kimi məsələlərdə müsbət irəliləyişlər gözlənilir. Borclarınızı qaydaya salmaq və gələcək üçün maliyyə təhlükəsizliyi yaratmaq adına qətiyyətli addımlar atacaqsınız. Şübhəli investisiya təkliflərinə qarşı ehtiyatlı davranmaq və hər vədi araşdırmaq sizi itkilərdən qoruyacaqdır. Münasibətlərinizdə ehtiras və səmimiyyət ön plana çıxsa da, həddindən artıq nəzarət etmək istəyi partnyorunuzla aranızda gərginlik yarada bilər. Gizli saxladığınız məsələlərin üzə çıxma ehtimalı var, ona görə də dürüstlük ən yaxşı strategiyadır. Subay əqrəblər üçün sirli və cazibədar bir şəxslə tanışlıq həyatın axarını dəyişə biləcək dərəcədə güclü ola bilər. Psixoloji olaraq özünüzü yeniləmək və köhnə travmalardan qurtulmaq üçün daxili dünyanızla üzləşməkdən qorxmayın. Özünüzü ifadə edərkən sözlərinizin kəsərli olduğunu unutmayın və qarşı tərəfi incitməməyə çalışın. Sosial əlaqələrdə yalnız sadiq bildiyiniz insanlarla yaxınlıq qurmaq sizə mənəvi rahatlıq bəxş edəcəkdir. Gözlənilməz bir xəbər sizi dərindən düşündürsə də, bu məlumat gələcək qərarlarınız üçün həlledici rol oynayacaq. Sağlamlığınızda enerji səviyyənizi qorumaq üçün yuxu rejiminə və dincəlməyə daha çox vaxt ayırmalısınız. Texnoloji xətalar və ya rəqəmsal təhlükəsizlik məsələlərində ayıq-sayıq olun, şifrələrinizi yeniləmək faydalı olar. Başqalarının zəifliklərini görmək qabiliyyətinizdən manipulyasiya üçün deyil, kömək etmək üçün istifadə edin. Həyatınızdakı lazımsız əşyalardan və insanlardan qurtulmaq üçün təmizlik işlərinə başlamağın tam zamanıdır. İradəniz qarşısında heç bir maneənin dayana bilməyəcəyini dərk etmək sizə böyük motivasiya verəcək. Axşam saatlarında tək qalmaq və gələcək həftənin planlarını qurmaq üçün səmərəli vaxtdır. Ox atan. Macəra ruhunuzun və öyrənmək həvəsinizin yüksəldiyi bu vaxtda yeni üfüqlərə açılmaq üçün daxili bir təkan hiss edəcəksiniz. İş həyatınızda xarici əlaqələr, təhsil və ya yayımçılıqla bağlı məsələlərdə şanslı bir dövrə qədəm qoyursunuz. Fərqli baxış bucaqlarını araşdırmaq və yenilikçi ideyalarla çıxış etmək peşəkar nüfuzunuzu xeyli artıracaqdır. Maddi məsələlərdə gələcəyə nikbin baxsanız da, xərclərinizdə həddi aşmamağa və reallıqdan uzaqlaşmamağa çalışın. Uzaq səfərlər və ya xarici kurslar üçün edəcəyiniz xərclər əslində gələcəyinizə qoyulan ən böyük investisiyadır. Gözlənilməz bir gəlir mənbəyi və ya köhnə bir layihədən gələcək ödəniş sizi maddi cəhətdən sevindirəcəkdir. Sevgi münasibətlərində azadlıq və müstəqillik ehtiyacınız artsa da, tərəf müqabilinizlə ortaq maraqlar tapmaq bağı qorumağa kömək edəcək. Səmimi və açıq ünsiyyət qurmaqla bütün qaranlıq məqamları işıqlandıra və münasibətinizi növbəti mərhələyə daşıya bilərsiniz. Subay oxatanlar üçün fərqli mədəniyyətdən olan bir şəxslə maraqlı dialoqlar və yaxınlaşma mümkündür. Psixoloji olaraq pozitiv qalmaq bacarığınız ətrafınızdakı insanlar üçün də bir ümid işığına çevriləcəkdir. Həyatın fəlsəfi tərəflərini araşdırmaq və mənəvi dəyərlərinizə fokuslanmaq daxili hüzurunuzu təmin edəcəkdir. Sosial mühitlərdə zarafatlarınız və enerjinizlə diqqət mərkəzində olacaq, yeni dostluqların təməlini qoyacaqsınız. Gözlənilməz bir səyahət fürsəti və ya maraqlı bir təklif bütün rutinlərinizi alt-üst edə bilər, lakin bu dəyişiklik sizə çox yaxşı təsir edəcək. Sağlamlığınızda qaraciyər və bud nahiyələrinə diqqət yetirməli, həddindən artıq yağlı qidalardan qaçmalısınız.
Hər şeyi eyni anda etmək istəyiniz diqqətinizin dağılmasına səbəb ola bilər, ona görə də bir hədəfə fokuslanmağı öyrənin. Verilən vədlərə qarşı bir qədər tənqidi yanaşmaq və hər deyilənə inanmamaq sizi xəyal qırıqlığından qoruyar. Yeni bir dil öyrənmək və ya dünya görüşünüzü genişləndirəcək bir hobbiyə başlamaq üçün əla vaxtdır. Daxili səsini dinləyərək hərəkət etmək sizi ən doğru qərarlara çatdıracaqdır. Axşam saatlarını açıq havada və ya dostlarla maraqlı bir müzakirə mühitində keçirmək günün ən gözəl anı olacaq. Oğlaq. Karyera hədəflərinizə fokuslanmaq və peşəkar nüfuzunuzu möhkəmləndirmək üçün olduqca əlverişli bir zəmin yaranır. İş mühitində nümayiş etdirdiyiniz ciddiyyət və məsuliyyət hissi rəhbərliyin gözündən yayınmayacaq və yeni vəzifə öhdəlikləri gətirəcəkdir. Uzun müddətli layihələrin planlaşdırılması və strateji addımların atılması üçün soyuqqanlılığınızı qorumağınız ən böyük üstünlüyünüzdür. Maddi məsələlərdə intizamlı davranmaq və lazımsız xərclərdən qaçmaq maliyyə azadlığınızın təməlini qoyacaq. Gözlənilməz bir investisiya imkanı və ya daşınmaz əmlakla bağlı məsələlərdə müsbət irəliləyişlər əldə edə bilərsiniz. Büdcənizi idarə edərkən gələcəkdə yarana biləcək riskləri nəzərə alaraq ehtiyat fondu yaratmağınız məsləhətdir. Sevgi münasibətlərində tərəf müqabilinizlə gələcəyə dair ciddi qərarlar vermək və ortaq hədəflər müəyyənləşdirmək üçün uyğun vaxtdır. Subay oğlaqlar üçün iş mühitində və ya rəsmi bir tədbirdə intellektual səviyyəsi yüksək olan bir şəxslə tanışlıq baş tuta bilər. Hisslərinizi ifadə edərkən bir qədər daha yumşaq və səmimi olmağınız qarşı tərəfin sizə olan inamını artıracaq. Psixoloji olaraq hər şeyi nəzarət altında saxlamaq istəyinin yaratdığı gərginliyi azaltmaq üçün biraz istirahətə vaxt ayırın. Özünüzə qarşı həddindən artıq tələbkar olmaq yerinə əldə etdiyiniz uğurların dadını çıxarmağı öyrənin. Sosial çevrənizdə nüfuzlu və təcrübəli insanların məsləhətlərini dinləmək sizə yeni qapılar aça bilər. Gözlənilməz bir rəsmi sənəd və ya bildiriş bütün planlarınızı yenidən nəzərdən keçirməyə vadar edəcək. Səhhətinizdə sümüklər, dişlər və ya diz nahiyəsinə xüsusi diqqət yetirmək, kalsium balansını qorumaq vacibdir. Köhnə bir dostun sizə müraciəti həm mənəvi, həm də işgüzar baxımdan faydalı ola bilər. Zamanın idarə olunmasında göstərdiyiniz ustalıq günün sonunda sizi hədəflərinizə bir addım da yaxınlaşdıracaq. Axşam saatlarında ailə böyükləri ilə vaxt keçirmək və ya köklərinizlə bağlı araşdırma aparmaq ruhunuzu dincəldəcək. Dolça. Yenilikçi ideyalarınızın və fərqli baxış bucağınızın iş mühitində maraqla qarşılanacağı bir dövrə qədəm qoyursunuz. Texnoloji yenilikləri işinizə inteqrasiya etmək və ya sosial media üzərindən yeni layihələrə başlamaq üçün ulduzlar sizi dəstəkləyir. Kollektiv daxilində azad ruhunuzla seçiləcək və hər kəsin çəkindiyi məsələlərdə orijinal həll yolları təklif edəcəksiniz. Maddi sahədə rəqəmsal valyutalar, texnoloji avadanlıqlar və ya qrup layihələrindən gələcək qazanclar ön plana çıxa bilər. Maliyyə vəziyyətinizi yaxşılaşdırmaq üçün standart üsullardan uzaqlaşıb, daha kreativ və müasir yollar axtarmağınız bəhrə verəcək. Borc və kredit məsələlərində ehtiyatlı olun, xüsusən də dostlarla şərikli pul işlərinə girməkdən çəkinin. Sevgi həyatınızda müstəqilliyinizə olan düşkünlüyünüz tərəf müqabilinizdə müəyyən suallar yarada bilər, ona görə də hisslərinizi açıq şəkildə bölüşün. Dostluqdan sevgiyə çevrilən münasibətlər bu aralar daha çox diqqət mərkəzində olacaq və sizə fərqli həyəcanlar bəxş edəcək. Subaylar üçün intellektual söhbətlərin bol olduğu bir mühitdə sürpriz bir yaxınlaşma mümkündür. Psixoloji olaraq cəmiyyətin qəliblərindən uzaqlaşmaq və öz həqiqətinizi yaşamaq istəyiniz daxili azadlığınızı bərpa edəcək. Həmfikir olduğunuz insanlarla bir araya gəlmək və ortaq ideallar uğrunda çalışmaq sizə böyük motivasiya verəcəkdir. Sosial aktivliyiniz artdıqca xeyriyyə işlərində və ya könüllü fəaliyyətlərdə iştirak etmək mənəvi dünyanızı zənginləşdirəcək. Gözlənilməz bir texniki xəta və ya planın son anda dəyişməsi sizi ruhdan salmamalıdır. Bu, daha yaxşı bir fürsət üçün işarə ola bilər. Sağlamlığınızda qan dövranı və ayaq biləklərinə diqqət yetirməli, uzun müddət hərəkətsiz qalmamağa çalışmalısınız. Yeni bir xəbər və ya məlumat bütün dünya görüşünüzü kökündən dəyişdirə bilər. Başqalarının mühakimələrindən qorxmadan öz yolunuzla getmək sizi uğura aparan ən qısa yoldur. Axşam saatlarında gələcəyə dair xəyallar qurmaq və vizuallaşdırma etmək enerjinizi yeniləyəcək. Balıqlar. İntuisiyanızın və yaradıcı təxəyyülünüzün zirvədə olduğu bu vaxtda iş həyatınızda incəsənət, psixologiya və ya xidmət sahələrində böyük sıçrayışlar edə bilərsiniz. İş mühitində baş verən hadisələrin pərdə arxasını görmək qabiliyyətiniz sizi yanlış addımlardan qoruyacaq və doğru insanlarla əməkdaşlığa yönəldəcəkdir.
Yarımçıq qalmış mənəvi borcları və ya layihələri yekunlaşdırmaq üçün daxili bir güc hiss edəcəksiniz. Maddi məsələlərdə xəyallara qapılmaq yerinə real faktlara əsaslanaraq hərəkət etməniz büdcənizi qorumaq üçün vacibdir. Gözlənilməz bir maddi yardım və ya gizli bir dəstək sayəsində çətinlik çəkdiyiniz bir məsələni asanlıqla yoluna qoya bilərsiniz. Alış-veriş edərkən emosional boşluğu doldurmaq üçün deyil, həqiqi ehtiyacları ödəmək üçün pul xərcləməyə çalışın. Sevgi münasibətlərində romantizm və fədakarlıq ön plana çıxsa da öz sərhədlərinizi qorumağı və qarşı tərəfdə itməməyi öyrənməlisiniz. Səmimi bir etiraf və ya uzun müddətdir gözlənilən bir bağışlanma qəlbinizdəki ağır yükü götürə bilər. Subayı balıqlar üçün ruhən yaxın hiss edəcəkləri, mənəvi dəyərləri üst-üstə düşən bir şəxslə tanışlıq ehtimalı var. Psixoloji olaraq özünüzü həssas hiss etdiyiniz anlarda su kənarında vaxt keçirmək və ya rənglərlə məşğul olmaq sizə terapiya effekti verəcək. Daxili səsinizi dinləmək və yuxularınıza diqqət yetirmək sizə həyatın gizli mesajlarını çatdıra bilər. Sosial əlaqələrdə hər kəsin problemini dincəmək əvəzinə öz enerjinizi qorumaq üçün bəzən geri çəkilməyi bacarın. Gözlənilməz bir qarşılaşma və ya keçmişdən gələn bir xəbər sizi duyğusal anlar yaşamağa sövq edəcəkdir. Sağlamlığınızda ayaq nahiyəsində yaranan yorğunluqlara və ya allergik reaksiyalara qarşı ehtiyatlı olun. Meditativ musiqi dinləmək və ya dua etmək ruhunuzun dincəlməsinə və motivasiyanızın bərpasına kömək edəcək. Həyatın axarına təslim olmaq və kainatın sizin üçün hazırladığı gözəlliklərə inanmaq ən böyük gücünüzdür. Axşam saatlarında təkliyə çəkilmək və gündəlik yazmaq düşüncələrinizi nizama salacaq.